ki, hədisdə buyurur ki, kim sabah məbəs günü oruç tutsa 70 il oruç tutmuş kimidir. 70 ilin orucuna bərabərdir. Niyə oruc məbəs günü? Ona görə ki, bir daha deyirəm, məbəs azadlıq gətirir insana. İnsan oruç tutmaqla özündən azad olur. Oruc ən çox nəfslə mübarizə olan bir ibadətdir. Ona görə də 70 ilin ibadətinin savabı var. Sabahki gün Peyğəmbər və Həzrət Əlinin ziyarəti var ki, kitablarda oxuya bilərsiniz və sonunda bunu deyim. Bir nəfər İmam Sadiq əleyhissalamın yanına gəldi və dedi ki, İmam Sadiq deyir, mənə baxan kimi dedi ki, heç Rəcəb ayında oruç tutmusan? Dedim, yox. Dedi ki, elə şey əldən vermirsən ki, Allahdan başqa heç kəs bilmirsən, nə itirmirsən. Rəcəb ayı sona çatırdı, axır günləri idi. Deyir, itirdiyi Allahdan başqa heç kəs bilmir. Bilmirsən ki, Allah bu ayda oruç tutanlara ehtiram eləməyi özünə vacib buyurur. Ondan sonra dedi ki, bəs mən indi, bu da peşman oldu ki, oruç tutmayıb, qalan günlər var Rəcəb ayından, onlardan tutsam, o itirdiyimdən nə qədərsə bərpa edə bilərəm. İmam buyurdu, bəli, ey salim, kim bu ayın sonundan bir gün oruç tutsa, ölümdən sonranın və qəbrin əzabından amandadır. Sonundan bir gün. Kim bu ayın sonundan 2 gün oruç tutsa, siratdan asan keçəcək, sürətlə keçəcək. Kim bu ayın sonundan 3 gün oruç tutsa, qiyamətin böyük qorxusundan, qiyamətin çətinliklərindən amandadır və ona oddan azadlıq bəratı verirlər, yəni oddan azad olar. Rəcəb ayının axır günlərində oruç tutmaq. Odur ki, imkanınız olsa, sizə tövsiyə edirəm ki, sabahki gün imkan olsa yaxşı olar ki, ən azı kim tutmayıbsa, heç olmasa sabah bir gün tutsun. Tutanlar da lap yaxşı, bir gün Rəcəb ayının 27-ci gününü, məbəs gününü oruç tutun və inşallah dualar eləyin. Allahdan həm özümüzə, həm xalqımıza, həm bütün müsəlmanlara, bütün bəşəriyyətə xoşbəxtlik arzu eləyək. Dinin doğulduğu gün, dinin dünyaya gəldiyi gün hamımıza mübarək olsun. Allah bizi bu dinin qədrini bilənlərdən və həqiqi ardıcılarından qərar versin. Bir daha bu gözəl bayram münasibəti ilə hamınızı təbrik